bir adam bir adamın evində 30 il yaşayırsa, 40 il yaşayırsa, ona ən azından təşəkkür eləməlidir. Yəni bu da məsələnin başqa bir İndi özünün imkanı da öyle. Bakın burada siz mən bunu deyim, bu kimlərsə bu məcburi köçkün və Bakı bu cəmaatı qarşı-qarşıya qoymaq istəyirlər. Bu çox yanlışdır. Xalqı bölmək olmaz, xalqı parçalamaq olmaz. Biz Qarabağ döyüşündə heç kim soruşmurdu, sən haralısın. Düzdür ya yox? Heç Qarabağı görməyən, mənim qardaşım Qarabağı görməmişdi. Getdi şəhid oldu və digərləri də yerli və yaxud da məcburi köçkünlər də var idi də, getdilər döyüşdülər də şəhid də oldular. Düzdür ya yox? Hansı ki o bəlkə də pullu məcburi köçkünlər heç getmədi, pulsuzlar getdi. Yəni bunu insan vətəndaş Azərbaycan Konstitusiyasında məcburi köçkün və yaxud da yerli əhali anlayışı yoxdur. Azərbaycan Respublikasının vətəndaş anlayışı var. Düzdür ya yox? Yəni bu məsələdə kimlərsə insanları qarşı-qarşıya qoyub ondan bir xeyir götürmək, parçala hökm sür siyasətini yürüdür və mən buradan vətəndaşlarımıza çağırış edirəm ki, qətiyyən belə oyunlara getməyin. Qətiyyən bu təxribatlara, bu fitnəyə getməyin. Məcburi köçkün də mənim qardaşımdır, bacımdır, EDS də mənim qardaşımdır. Bizim ən yaxın dostlarımızdan birinin evini 30 il sonra Avropa Məhkəməsinin qərarından sonra boşaltdılar və insan insandır. Məcburi köçkündə pis yaxşısı var, yerli insan da pis yaxşısı var. Və burada məsələ nədir? Baxın, mən bir dənə bənzətməklə bu məsələyə münasibəti bildirirəm və hər şey. Siz də maşın sürürsünüz, mən də məsəl üçün deyək də, sizə də yaşıl işıqdır, mənə də yaşıl işıqdır. Eyni vaxtda keçdik, toqquşduq. Günah sizindir, mənim. Keçən dəfə də verdiğiniz o sualın ətrafında mən fikirləşmişəm, cavab tapmışam. Günah o svetofor yandırandır. Dövlətindir demək. Bəli, bax bir tərəfdən sən deyirsən, konstitusiyada yazmısan ki, mənzil toxunulmazlığı, mülkiyyət toxunulmazlığı konstitusiyonun, bir tərəfdən də fərman versən, ilk qaçqınlara girirsə çıxa bilməz. Düzdür, bu neyləsin yaxşı?